Ağır vəziyyətdə olan pasientlərə fasiləsiz tibbi dəstək. Mərkəzi Gömrük Hospitalının əməliyyatxana, anesteziologiya və reanimasiya şöbəsində müxtəlif profilli pasientlərə 7/24 rejimində tibbi xidmət göstərilir. Şöbədə ağır vəziyyətdə olan xəstələrə reanimasiya tədbirləri və intensiv terapiya tətbiq olunur. Həyati vacib funksiyalar fasiləsiz nəzarətdə saxlanılır. Müasir tibbi avadanlıqlarla təchiz olunan şöbədə mürəkkəb cərrahi əməliyyatlardan sonra reanimasiyaya ehtiyacı olan, eləcə də ağır infeksiyalar, şok, tənəffüs çatışmazlığı, poliorqan çatışmazlığı və digər həyati riskli vəziyyətlərlə müraciət edən pasientlərə tibbi yardım göstərilir. Biz Mərkəzi Gömrük Hospitalının əməliyyatxana, anesteziya və reanimasiya şöbəsi olaraq 7/24 öz vətəndaşlarımıza və xarici vətəndaşlara da istənilən əməliyyatxana, reanimasiya, cərrahi profildə anesteziya cəhətdə ehtiyac olan bütün xidmətlər göstərilir. Yəni ekstren təcili yardımla vasitələ gələn xəstələr, ani ağırlaşan xəstələr, insultlar, ürək çatmazlığı, ürək işemik xəstəliyi, ümumi cərrahi əməliyyatlara 24 saat xidmət göstərilir və bu xidmətdə vətəndaşlarımıza peşəkar olaraq, beynəlxalq protokola uyğun olaraq həyata keçirilir və xəstələrimizin hər hansı bir çətin vəziyyəti, ağırlaşması, hər hansı bir xəstəlikdə ilkin müraciət elədiyi xəstəxanalardan biriyik və bununla da biz fəxr edirik. Əlbəttə bunun yaradılmasında bu xəstəxananın Mərkəzi Gömrük Hospitalının bu şəraiti yaradan Azərbaycan Respublikasının prezidentinin, Mərkəzi Gömrük Hospitalının Mərkəzi Gömrük Komitəsinin sədrinin və Mərkəzi Hospitalın idarə heyətinin təşəkkür edirik. Bizə bu texniki avadanlıqlara, bu şəraiti yaratdıqlarına görə və bu işi təşkil etməyə bizə kömək olduqlarına görə əlbəttə ki, bunlar bir-birinə bağlı bir şeylərdir. Həm texniki avadanlıq, həm şəraitin yaradılması, yüksək ixtisaslı kadrların olması bu işdə bizim böyük uğurlar qazanmamıza səbəb olur. Şöbədə pasientlərin vəziyyətinin fasiləsiz monitorinqi həyata keçirilir. Arterial təzyiq, nəbz, qaz mübadiləsi, bədən temperaturu, qanın oksigenlə zənginliyi və digər həyati göstəricilər daim nəzarətdə saxlanılır. Anestezioloji xidmət zamanı isə pasientin fərdi xüsusiyyətləri nəzərə alınaraq uyğun anesteziya üsulu və tənəffüs parametrləri müəyyənləşdirilir. Bu yanaşma həm əməliyyat zamanı təhlükəsizliyin təmin olunmasına, həm də əməliyyatdan sonrakı dövrdə pasientin daha sürətli bərpasına imkan yaradır. Bizim reanimasiya şöbəmiz Mərkəzi Gömrük Hospitalının açılışından 2009-cu ildən fəaliyyət göstərir və bu illər ərzində, müddət ərzində bizim şöbəmiz bir çox xəstələri qəbul edirdi və reanimasiyamızın fəaliyyəti multiprofilli bir reanimasiya şöbəsidir. Yəni bu Mərkəzi Gömrük Hospitalının reanimasiyasında həm əməliyyat sonrası olan xəstələrin müalicəsi, həm terapevtik xəstələrin, yəni həm cərrahi xəstələrlə bərabər terapevtik kəskin və xroniki xəstəliklərin müalicəsi ilə məşğul olan bir şöbədir. Onu da bildirim ki, bu şöbədə bir çox saylı patologiyalardan olan xəstələr var. Burada həm kəskin beyin qan dövranının pozulması ilə olan xəstələr, həm ağır cərrahi əməliyyatlardan, yəni ürəyin açıq əməliyyatları, qaraciyər və böyrək köçürülməsi əməliyyatları, müxtəlif digər ağır abdominal və yaxud torakal cərrahi əməliyyatlarından sonra olan xəstələrin müalicəsi aparılır. Bununla da yanaşı qaraciyər sirrozlu olan, hepatorenal sindromla olan ağır komatoz xəstələr, müxtəlif səbəbli komatoz xəstələr, kəskin ürək qan dövran çatmamazlığı ilə olan xəstələrin müalicəsi yüksək səviyyədə təşkil olunubdur. Bizim reanimasiya şöbəmizdə reanimasiya bütün dünya mərkəzlərində olduğu kimi aparıcı dünya mərkəzlərində olan cihazlarla təchiz olunubdur bizim reanimasiya şöbəmiz. Burada intraaortik balon pompası kimi, ekstrakorporal membran oksigenasiya cihazı kimi, hemodializ seansları aparmaq üçün olan cihazlar və müalicə cihazları da bununla bərabər xəstələrin reanimasiya şöbəsində sıx
monitorizasiyası üçün invaziv monitorizasiya üsulları da, metodları da aktiv şəkildə aparılır. Bunlar kəskin periodda olan və yaxud bütün ağır xəstələrimizi sıx təqibdə, an-ba-an təqibdə aparmaq, onların düzgün və dəqiq diaqnostikası üçün çox köməklik edir bizə. Bununla bərabər mini laboratoriyamız da var reanimasiya şöbəmizdə. Burada arterial və yaxud venoz qan qazların testləri, ekspres troponin testləri, müxtəlif multidraq test analizləri aparılması üçün müxtəlif cihazlar var. Bu imkanları bizim üçün və xəstəxana üçün yaratdıqları üçün həm Mərkəzi Geomorfoloji Hospitalın tibb xidmətinin rəhbərliyinə, həm də Mərkəzi Geomorfoloji Hospitalı tabe olduğu Dövlət Gömrük Komitəsinin rəhbərliyinə minnətdarlığımızı bildiririk. Şöbənin mütəxəssisləri intubasiya, süni tənəffüs, hemodinamik monitorinq və digər kompleks reanimasiya tədbirlərini həyata keçirirlər. Xəstənin vəziyyətindən asılı olaraq intensiv terapiyanın bütün mərhələlərində tibbi nəzarət və müalicə təmin olunur. Şöbənin əsas üstünlüklərindən biri də reanimasiya və intensiv terapiya xidmətlərinin sutka ərzində fasiləsiz göstərilməsidir. Təcrübəli anestezioloq, reanimatoloqlar və tibb heyəti ağır vəziyyətdə olan pasiyentlərin həyati funksiyalarının qorunması və vəziyyətlərinin stabilləşdirilməsi üçün fəaliyyət göstərirlər.